Salam əleykum, hörmətli izləyicilər. Elif Construction'dan mən Rövşən. Hal-hazırda satışda olan evimiz haqqında sizə məlumat verəcəm. Zəhmət olursa kameramı verin. Deməli, bu bizim həyət evimizin giriş hissəsidir. Burada darvazanı biz yolun orta hissəsinə qoyacağıq ki, həm darvazadan çöldə avtomobil saxlamaq olsun, həm içəri tərəfdə saxladıqda həyətdə maneə törətməsin. Avtomobil burada dayandığı halda hər iki tərəfdən qapılar açılır və avtomobildən düşmək mümkündür. Hamısı hesablanır. Bu bizim evimizin ön hissəsi. Burada həyət yanı sahədir. Evimizin balkonudur. Balkonumuzun bir hissəsinin üstü örtülüdür, bir hissəsi açıqdır. Ondan sonra evimizin giriş qapısı buradandır. Giriş qapısından içəri giririk. Bu evimizin hol hissəsi, koridor dediyimiz giriş hissəsi. Sağ tərəfdə böyük bir dolab üçün yer qoymuşuq. Sol tərəfdə ondan üzbəüz oturacaq bir hissə, pufik deyən bir şey qoymaq mümkündür. Ondan sonra bu tərəfə gəlirik. Burada bizim bir yataq otağımızdır. Hal-hazırda işlər gedir, artıq ağardılıb. Bu yataq otağının pəncərəsi evin önünə tərəf, həyətə tərəf baxır. Sanuzil dediyimiz hissə yetərincə böyükdür. 2.80-in 2 metrəyə. İkinci yataq otağımız evin arxa hissəsinə baxır. Arxadan ev 1 metr 25 sm məsafədədir. Bizim üçüncü yataq otağımız normalda jetski dediyimiz balaca 3-ün 3-ə 1 otaqdır. Eyni qaydada arxa tərəfə baxır pəncərəsi. Gəlirik bizim evin böyük hissəsinə. Böyük hissəni gündəlik istifadə olunacaq mətbəx bu hissədə olacaq. Q şəkilli Rusun Q'si. Buradan deyək divan hissəsi və üzbözdə televizor üçün panel olan divar hissəmizdir. Televizor üçün divan hissəmizdir. Buradan gördüyünüz kimi qapı hissəmiz var. Bu qapıdan da çölə çıxa bilirik. Eyni qaydada həmin o balkondan istifadə etmək mümkündür. Belə əziz izləyicilərimiz, daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.